vari vəzin müayinə edirik. Deməli, bu müayinədə əslində xəstə bura başqa bir şikayətlərlə gəlmişdi və mən xəstəni, biraz da imkansız xəstədir, o qalxana bənzər vəzin UZI elətdirmək fikrində deyildi. Sadəcə xəstədə mən nevrotik əlamətlər hiss elədim və dərhal qalxana bənzər vəzin müayinəsinə başladım. Baxın, bu ümumi qalxana bənzər vəzdir. İtus gördüyümüz kimi normaldır. Vəzin sağ payı. Bu vəzin sol payı. Birinci asimetriyanı görürük. Bax, sağ payın ölçüləri sol payın ölçülərindən kiçikdir. Və sol paya baxanda görün nə boyda biz kista görürük. Və kista özü sanki kistanın içində daha bir kista və düyün toxuması var. Qarışıq strukturalı, strukturası qarışıqdır. Kistanın içərisində daha bir kistadır. Vəz toxuması və daha bir kista. Bunlar hamısı hilsu aydın seçilən böyük bir kistanın içərisində yerləşmişdir. Biz dərhal bunun qanlanmasını yoxlayacağıq. Çox şükür ki, bunun qanlanması yoxdur. Xarici və daxili qanlanması yoxdur.